Salam əziz fizika həvəskarları. Bugün biz DİM test toplusundan olan 64, 65 və 66-cı sualların izahına baxacağıq. Baxaq birinci 64-cü suala. X oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni metrlə hesablayın. Qrafikdən gördüyümüz kimi avtomobillərin hərəkəti bərabər sürətli hərəkətdir və hər ikisi eyni istiqamətdə X oxu üzrə hərəkət edirlər. Deməli, hərəkət bərabər sürətli olduğuna görə biz hər bir avtomobilin sürətini tapa bilərik. Əvvəlcə A avtomobilinin sürətini tapaq. VA bərabərdir. X çıx X0 bölək T düsturuna əsasən koordinatının dəyişməsi. Baxaq görək nəyə bərabərdir. Və görürük ki, A avtomobili başlanğıc koordinatı 0-dır. Yəni, koordinat başlanğıcından hərəkətə başlayıb 2 saniyədən sonra koordinatı 10-a bərabər olub. Yəni, onun koordinat dəyişməsi 10 çıx 0. Zaman isə 2-yə bərabər. Buradan da deməli, A avtomobilinin sürətini 5 metr bölək saniyə alaq. İndi isə B cisminin sürətini tapaq. Həmin düsturdan istifadə edirik. X çıx X0 bölək T düsturundan. Və B cisminin koordinatına baxırıq. Başlanğıc koordinatı X0-ı 4-dür. 4 metrdən başlayıb. Sonraki koordinatı 2 saniyə sonra yenə 10 metrdir. Yəni, bunların koordinatı 2 saniyədən sonra görürsünüz ki, bərabərləşib. Yəni, cisimlər görüşüblər. Onlar arasındakı məsafə 2 saniyədən sonra 0 olub. Sonra A cisminin sürəti daha böyük olduğuna görə o B cismini qabaqlayıb. Deməli, buradan da yazırıq 10 çıxaq 4 bölək 2 bərabərdir 3 metr bölək saniyə. A cisminin sürəti daha böyük olduğuna görə biz onun A cisminin koordinatından B cisminin koordinatını çıxacaq. Yəni, X A çıx X B-ni bizdən soruşur. 4-cü saniyənin sonunda. Biz hər biri üçün koordinat tənliyini yazsaq, bilirik ki, koordinat tənliyi X bərabər X0 üstəgəl VXT-dir. X A-nın başlanğıc koordinatı. Baxırıq ki, 0-dır. Yəni, bunu belə yaza bilərik. 0 üstəgəl sürəti 5 metr bölək saniyədir. Zamanı isə bizə neçə verir? 4-cü saniyənin sonu. Vuraq 4. Çıxaq. İndi isə XB-ni tapırıq. Yəni, B avtomobilinin başlanğıc koordinatı 4 metrdir. Gəlin bunu mötərizədə yazaq. 4 üstəgəl sürəti 3-dür. Neçə saniyədə? 4 saniyədə. Bərabərdir. Buradan da 20 çıx 16. O da bərabərdir 4 metr almış olaraq. Deməli, 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metrə bərabər olmuşdur. İndi isə 65-ci suala baxaq. X oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olmuşdur. Müşahidəyə başlayanda onlar arasında olan məsafəni metrlə hesablayın. Yenə də şəkildə gördüyünüz kimi eyni şəkillərdir. Baxın, koordinat zaman qrafikidir və hər iki cisim bərabər sürətlə hərəkət edir. X oxu üzrə eyni istiqamətdə hərəkət edirlər. Yenə biz hər bir cismin sürətini tapa bilərik. Əvvəlki qaydada. Gəlin yazaq. VA bərabərdir. Yenə də A cismi koordinat başlanğıcından hərəkətə başlayıb və 2 saniyədən sonra koordinatı 14 metr olub. Deməli, koordinatının dəyişməsi 14-dür. 2 saniyədə sürəti olacaq 7 metr bölək saniyə. B cisminin sürətini yazırıq. Fikir versək görərik ki, B cisminin başlanğıc koordinatını bilmirik və biz bunu elə olduğu kimi saxlayacağıq. Yəni, son koordinatı 14-dür, başlanğıc koordinatı isə X0 B şəklində yazaq və zaman 2-dir. Bunu bu şəkildə də saxlayaq, sonraki mərhələdə bundan istifadə edəcəyik. İndi bizə deyir ki, 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olub. Yəni, biz nəyi tapırıq? XA çıx XB bərabər olmalıdır 4 metrə. Və XA-nın, yəni ümumiyyətlə koordinat tənliyini X0 üstəgəl VXT düsturuna əsasən XA üçün necə yazacağıq? Bilirik ki, A avtomobili sürəti daha böyükdür və ona görə də onu yazırıq və başlanğıc koordinatı da 0-dır. Yəni, yazırıq 0 üstəgəl
Sürəti 7-dir. Neçə saniyədə dedi? 6-cı saniyənin sonunda vururuq 6-ya. Çıxaq. İndi B avtomobilinin koordinatını yazırıq. Onun başlanğıc koordinatı bizə məlum deyil. Yenə mötərizədə yazırıq. Biz onu tapmalıyıq əvvəlcə. X0B üstəgəl sürəti məlum deyil. Yəni sürətini də bax bu şəkildə yazacağıq biz. Yəni 14 çıx X0B bölək 2 vuraq. Zaman isə 6-dır. Bərabər etməliyik neçəyə? 4 metrə. Burada deməli 7-ni 6-ya vursaq 42 çıxaq. Əvvəlcə mötərizənin içərisini yazaq. Daha aydın olması üçün X0B yerində qalır. Üstəgəl 6 ilə 2-ni ixtisar eləsək burada 3 qalır. Və 3-ü sürətə vururuq. 14-ü 3-ə vuranda 42 çıx və 3x0b. İndi bunu da bərabər edirik 4-ə. Mötərizəni açırıq. 42 çıx x0b. Mötərizəni açanda burada mənfi olacaq 42. Deməli, müsbət olacaq 3x0b. Bərabərdir 4. Buradan 42-lər ixtisar gedir. 3x0-dan 1x0-ı çıxsaq 2x0 bərabər 4. x0 yəni B cisminin başlanğıc koordinatı 4 bölü 2, 2. B cisminin başlanğıc koordinatını tapmışıq 2. Bizdən də nəyi soruşurlar? Müşahidəyə başlayanda onlar arasında olan məsafəni. İndi baxın, biri 0-dan başlayıb, biri də 2-dən başlayıb. Onlar arasındakı məsafədə nədir? Elə 2 metrə bərabərdir. İndi isə 66-cı suala baxırıq. X ox üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 5-ci saniyənin sonunda avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. B avtomobilinin başlanğıc koordinatını müəyyən edin. Artıq bundan əvvəlki məsələdə biz B avtomobilinin başlanğıc koordinatını tapdıq. Sonra onlar arasındakı məsafənin 2 metr olduğunu müəyyən etdik. İndi isə bizdən elə B avtomobilinin başlanğıc koordinatını soruşur. Baxın, bu B avtomobilinin başlanğıc koordinatı məlum deyil. Eyni ilə əvvəlki məsələlərdə olduğu kimi biz onların hər birinin sürətini tapırıq və A bərabərdir. A cisminin yenə başlanğıc koordinatı 0-a bərabərdir. Koordinatının dəyişməsi olacaq 12 çıx 0 bölək 2 saniyə. Bu da bərabərdir 6 metr bölək saniyə. İndi isə B cisminin sürətini tapaq. B cisminin deməli son koordinatı 12-dir. Və başlanğıc koordinatı məlum deyil. Ona görə x0 B şəklində də yazırıq. Hansı saniyədə? 2 saniyədə. Olduğu kimi saxlayırıq. Koordinat tənliyimiz x bərabərdir x0 üstəgəl bxt və biz burada xa çıx xb bərabərdir 3 metr olduğunu yazırıq. A cisminin başlanğıc koordinatı 0 olduğuna görə, bax burada x0 nəvəzinə 0 yazırıq. 0 üstəgəl. Sürəti 6, zaman bizə verib 5-ci saniyənin sonu deyil. Bura 5. Çıxaq. İndi xb-ni yazırıq. Onun üçün mötərizəni açaq. xb üçün xb-nin başlanğıc koordinatı. Baxırıq ki, biz bilmirik xb-nin başlanğıc koordinatı nə qədərdir. x0b üstəgəl. Və sürətini də bilmirik. Sürətini necə yazacağıq? Bax, bu şəkildə yazacağıq. Olduğu kimi 12 çıx x0b bölək 2 zaman da yenə olacaq 5. Bax, burada yazmışıq. Bunların fərqini bizə verib 3 metr. Eyni ilə bundan əvvəlki məsələ kimidir. Və buradan 6-nı 5-ə vursaq 30 çıxaq. Mötərizəni hələ açmayaq. x0b üstəgəl 5 ilə 2-ni ixtisar edə bilərik. Burada 2,5 qalır. Və 2,5-i sürətə vursaq 12-yə vuranda əvvəlcə bu bizə 30 verəcək. Sonra çıx 2,5 x0b bərabərdir 3. İndi mötərizəni açaq. 30 çıxaq x0b çıx 30 üstəgəl 2,5 x0b bərabərdir 3. 30'lar yenə burada ixtisar gedir. 2,5 x0-dan 1 x0-ı çıxsaq 1,5 x0 almış olarıq. Bu da bərabərdir 3-ə. Buradan da x0b bərabərdir
3'ü 1,5'ə bölsək 2 metr alarıq. Yəni B cisminin başlanğıc koordinatı 2 metrdir. Bax, burada biz 2 metri yaza bilərik.